Elçin olaraq qalacamsa, onu tapmışam ki, həqiqətən bu belədir. Sadəcə göstərməyə lazımdır. Mən onu dəyişə bilmərəm ki, biraz təcrübəsizlikdən irəli gəlir. Standart necə olmalıdır? Hamı qışqırmalıdır. Bu öz qabından çıxmaq istəmir. Barış varsa, dalaşmağın nə mənası? İki insanın qucaqlaşmağından xoşbəxt olan adamlar. Videoya keçməzdən öncə bu cür videoların davamının gəlməyini istəyirsinizsə, videonu bəyənməyi və bildiriş butonunu açmağı unutmayın. Müğənni Elçin Cəfərov Maqazin Plus'da. Mən elçin olaraq qalacamsa, elə öz mahnılarımla da, xasiyyətimlə də, xarakterimlə də elçin olaraq qalmalıyam. Ara gecəmin gündüzündən, yer üzündən seçmişəm. Ona görə mən həm canımdan, həm özündən keçmişəm. Yeniləri day demirəm ki, əvvəl deyirdim, alınmırdı. İndi yeniləri qorxursunuz siz də o layihə uğrayanlardan. siz necədir? Qorxur, artıq əminəm ki, nəyisə deyəndə onun ya gücü azalır, daha çox deyəndə o yox olur. Belə artıq bu fikirdəyəm. İnancı yox, onu tapmışam. Onu tapmışam ki, həqiqətən bu belədir. Bəlkə məndə belədir, amma çox adam onu deyir. Bayaq elə Xatirə xanımla da danışanda, öncədən nəyisə danışanda elə bir ki, onun gücü azalır, alınma gücü azalır. Ona görə əməli sadəcə göstərməyə lazımdır, danışıb göstərməyə yox. İfaçı ona şipşirin deyən aparıcıları təcrübəsiz adlandırdı. Mən onu dəyişə bilmərəm ki, yəni o artıq yəni hamının dilində elə qalıb. Yəni soyadımdan daha çox şipşirin səslənir. Yəni şipşirin kimi tanıyırlar, amma bilirsiniz necədir? Bəzi düzdür, verilişlərdə, anonslarda, ondan sonra aparıcıların təqdimatı baxırsan ki, biraz təcrübəsizlikdən irəli gəlir. Artıq yəni soyadından müəyyən bir yaş var da, yəni soyadından adımın çəkilməsi daha xoşbəxt edir məni. Elçin, bu efirlərdə ki danışırsan, səs tonun, mimikaların, jestlərin, hər şey belə deyim, yerindədir. O bəzi müğənnilər kimi o səs tonumu qaldırmırsan, özünü belə başqa cür göstərmirsən. Bəlkə də elə tamaşaçılar buna görə səni sevir. Mənə elə gəlir ki, elə buna görə sevilirəmsə, buna görə sevilirəm. İnsanlar tərəfindən, bilirsiniz necədir? İnsan səmimi olanda, necə varsansa, elə olanda kütlə səni sevir. Artıq qəbul edir səni. Bir müddətdən sonra deyək ki, əvvəl deyirdilər, bu niyə danışmır, qoşulmur, nə bilim nəyəsə. Bax, elə bilirdilər ki, əslində standart necə olmalıdır, hamı qışqırmalıdır. Amma zamanla artıq insanlar görürlər ki, bu insanın xarakteri budur, bu öz qabından çıxmaq istəmir. Qabından hansı halda çıxar? Musiqilər yazar, fitri istedadı olan adam qabını qırıb çıxar. Özünü göstərmək üçün. Amma bu xarakter ki var, bu xarakteri qorumaq lazımdır. Mənə elə gəlir ki, hamı qorumalıdır. Sənətçi kimə barışığı elan etdi? Mövzunu çürüdənlər var. Kimsə ailə həyatını ki atır ortalığa. Bu mövzu illərlə çürüyür. Amma Elçinin şəxsi həyatı belə danışılsa, həmin ki o şəxsi həyat haqqında yazırlar ya mövzu açırlar, bir neçə müddətlidir. Yəni 3 gün, 4 gün belə yazarlar, yazmazlar və bağlanır. Biz bundan qaça bilmərik. Biz tanınmış adamlarıq da, yəni haqqımızda nələrsə hər şey ortadadır. Yəni nə olursa hər şey ortadadır. Amma mən biraz qaçıram bu şeylərdən. Çünki niyə? Mənim şəxsimdir. Mən onu qorumağa çalışıram həmişə. Və bunu da heç kimə də məsləhət görmürəm ki, belə açıq-aydın hər şeyi dalaşmaq, savaşmaq qətiyyən yaxşı şey deyil, yəni. O qədər əleyhinəyəm ki, belə şey. Barış varsa, dalaşmağın nə mənası? Yəni nə xeyir ola bilər ki insana? Heç bir xeyir ola bilməz. Ağıllı adam yəni barışığa üstünlük verər. Barışıq haqqında danışar, mehriban olar, bir olar. Barışıq o cəhd edənlərdəndir. Mən ümumiyyətlə xarakterim budur. Mən qıraqdan baxıb iki insanın qucaqlaşmağından xoşbəxt olan adamam. Mən xarakterim budur, sevinirəm. Və hətta insanlar yallı gedirlər məclislərdə. O məni o qədər xoşbəxt edir ki, onlar hamısı dairə şəkildə birləşiblər, birdilər və oradakı olan enerji tək oynayan adamla heç vaxt eyni ola bilməz. Tək rəqqasla heç vaxt eyni ola bilməz. Nə qədər alqışlasalar belə.
Orada çünki dairə var, enerji var, birlik var ən azından. O birliyi burada yox, təkcə burada yox. Daxilən, bir-birinə hörmətən, bir-birini sevərək eləmək lazımdır. Ulduzluq xəstəliyinə tutulan müğənnilərə Elçin keçmişlərini xatırlatdı. O, mən sizə deyim ki, asan bir şey deyil. O ulduzluq yaşamaq var ha. İnsan necə ki, birdən-birə çox pul gəlir. Adam yerişini dəyişir. O da populyarlıqda mən deyərdim ki, hamısından çətin bir məsələdir. Yəni populyar olan adam istər-istəməz yolunu aza bilir, yolunu dəyişə bilir, yəni başını qaldıra bilir, özündən razı ola bilir. Sadəcə olaraq o momentdə, o anda insan özünü qorumalıdır və düşünməlidir ki, mən hardaydım, hara gəldim. Ancaq qohum-əqrəbəm tanıyırdısa, bugün Azərbaycan tanıyırsa, yəni sən dəyişməməlisən ona. Səni özün kimi sevməlidir hamı. Yəni bu sənə ancaq bilsən necə insanlar, xalqımız, bizim xalqımız xüsusilə hər şeyi hiss edirlər. Hər şeyi çox gözəl bilirlər ki, bu halını dəyişdi, bu süni görsənir. Yazırlar da kommentariyalarda, hər şey açıq-aydın artıq yazırlar. Ona görə də özümüzü elə aparaq ki, aparaq yox. Elə olaq ki, sən necə varıqsa elə.